Hey vaxtınız xeyir olsun. Dedim çəkmirəm. Bir nəfəsə gəlib çox gözəl mövzularla geri qayıtmışam. Tfu göz dəyməsin və belə davamlılığımızı qoruyaq bu podkastda. Bu dəfə biz nədən danışacağıq? Bütün sosial mediada hər kəs deyir ki, öz dəyərini bil, özünü tanı, birinci özünü sev, özünə qayğı göstər, özünü mərkəzə qoy ki, səni də mərkəzə qoysunlar, səni də sevsinlər, sənə də dəyər versinlər. Və bu kimi bu istiqamətdə, öz istiqamətində bu mövzuları çox uzada bilərik. Mən də dedim ki, gəlin bunu biz elə işinin ərlərindən biri olan mütəxəssislə danışaq, görək bu özünü sevmək əslində nədir və biz niyə özümüz ola bilmirik ki, özümüzü də sevə bilmirik. Qonağım Rövşən Nəcəfovdur. Xoş gəlmisən Rövşən. Xoş gördük, Həva. Biraz özün haqqında danış, daha sonra suallarıma keçid edəcəm mən. Mən hazırda klinik psixoloq və psixoterapevt kimi fəaliyyət göstərirəm. Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının klinik psixoloquyam. Həmçinin Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşıyam. Bundan başqa Antidoping İntizam Komitəsinin üzvüyəm. Və Ombudsman yanında psixosağlamlıq və insan hüquqları sahəsində işçi qrupunun üzvüyəm. Həmçinin də insan mühəndisliyi proqramının fikir müəllifiyəm. Bu qədər. O zaman mən suallarıma keçirəm. Birinci sualıma keçmək istəyirəm. Elə mövzumuzun başlığı ilə çox uyğundur. Biz niyə özümüz ola bilmirik? İnsanın özü olması öz komfort zonasını pozması deməkdir. Özü olması komfort zonasını pozmasıdır. Özü olması komfort zonasını pozmasıdır. Çünki insan özü olanda məsuliyyətli olmaq məcburiyyətindədir. Özünə cavab vermək məcburiyyəti. Amma başqasının həyatında sən məsuliyyət daşımırsan. Ya başqasının həyatı bir komfortdur. Onu çox rahat dedikodu edə bilirsən, çox rahat şəkildə suallar verə bilirsən, sorğulaya bilirsən, günahlandıra bilirsən. Amma insan özü olanda özünü günahlandıra bilmir axı. Ona görə insan öz-özünün psixoloqu ola bilmir. Çünki orada mütləq tərəf tutacaq. Özünə xeyir edəni. Məsələn, biz psixoterapiya seanslarında mən həmişə pasientlərə deyirəm ki, bura sənin eşitmək istədiyin cümlələrin məkanı deyil. Yəni, burada sən eşitmək istəmədiyin cümlələri də eşidəcəksən. Yəni, biz anlamalıyıq ki, insanın özü olması, özünü kəşf etməsidir. Yəni, bizi bir valideynlərimiz dünyaya gətirir. Biri də var, biz özümüzü öz dünyamıza gətiririk. Rövşən, bax, belə bir deyimlər var da. Misal üçün, ən çox da bunu balaca uşaqlar üçün deyirlər ki, misal üçün deyir ki, mən uşağımı tanımadım. Çox başqa idi. Mənim yanımda belə deyil. Yəni, mənə elə gəlir ki, özün olmaq uşaqlıqdan formalaşan bir vərdişdir həm də. Deyilmi? Yəni, biz bir növ öz böyüdüyümüz ailədə bir rola giririk və daha sonra o rolu çox mənimsəyirik. Yəni, misal üçün, bizə yapışdırılan bir yaxşı qız obrazı var, yaxşı oğlan obrazı var, ya da desək, cəmiyyətin tabiri ilə desək, ailə qızı obrazı var, bir də küçə qızı obrazı var. Bəli. Amma günün sonunda baxırsan ki, əslində sən bunun hamısısan. Fərqli ssenarilərdə sən bu hamısısan. Amma misal üçün bu bilsən nəyə bənzəyir? Əslində bir çox insanlar içki içir. Amma bunu kimsə göstərirsə deyir, içki içmək olmaz, ayıbdır, sən heç olmasa göstərmə, Bu nə deməkdir? Bu deməkdir ki, hər kəs cəmiyyətdəki qaydalardan narahatdır, amma qaydalar da dəyişmək istəmir. Bax, instinkt olaraq heç nə yoxdur, Həva. Biz hər şey öyrənirik. Bizdə bəzən deyirlər ki, hansısa davranış bu insanın instinktidir. Deyil axı. Sən hansısa bir cəmiyyətdə böyüsən, o cəmiyyət sənə nə verirsə sən olsan. Burada məsələ nədir? Sənin yaratmaq istədiyin kimliklə cəmiyyətin sənə verdiyi kimlik toqquşanda burada psixoloji narahatçılıq başlayır. Yəni sən artıq başlayırsan sorğulanmağa, bircə dəqiqə. Axı bu düz deyil. Məsələn, deyək ki, yalan danışmaq. Bizə yalan danışmaq kim öyrədir? Valideynlərimiz. Yadındadır köhnə telefonlar evə zəng gələndə götürüldü. Mama yoxdur evdə. Mama yoxdur da. Sonra bizə deyirlər ki, siz niyə yalan danışırsınız? Çünki biz anladıq ki,
Bəzən yalan danışmaq lazımdır. Məsələn, bəzən motivasiya kitablarında, nə bilim, çıxışlarında deyirlər, məsələn, bizdə də var belə bir ictimai klişe var ki, ən böyük bizcilik düzlükdür. Deyirəm, niyə? Kim deyir ki? Və ya sən bir fikir ifadə edirsən. Mən düz ola özümə o qədər məni sevməyən insanlar qazanmışam ki, yəni, mən bir yaşdan yoxdur sonra buna. qərar verdim ki, bəzən düz olmayacağam. Amma o yaşında nə vaxtda keçən il. Bir dənə məqam var burada. Məsələn, deyək ki, biz bir fikir ifadə edirik. Məsələn, mən adama sual verirəm ki, ifadə etdiyin fikrin nə qədər sənə aid olduğuna əminsən? Gözəl. Bu həqiqəti necə müəyyən etmisən ki, bu fikir sənə aiddir? Bu isə nəyə bənzəyir? Deyirlər, insanı heyvandan ayıran şuurdur. Deyirəm, xeyr, bildiyini bilməkdir. Psixologiyada biz bir dənə də ora bir məqam əlavə edirik ki, fərqində olduğunun fərqində olmaq. Aynen. Yəni sən bir şeyi niyə qorxduğunu bilirsən. Ya qorxu müdafiə etmirsən. Ayda buna çox razıyam. Bu yaxınlarda belə bir an yaşadım və orada biz adətən öz qaranlıq tərəflərimizi gizlədirik və deyirik ki, mən ən yaxşısıyam. Ya da ki, məsəl üçün sosial media üzərindən götürsək, hər kəs orada çox yaxşıdır. Hər kəs xoşbəxt. Və mən bu yaxınlarda belə bir paylaşım elədim ki, mən heç kimin klonu deyiləm ki, bura əyləndirmək üçün gəlməmişəm. Mən bu an bu duyğudayam və mən bunu paylaşıram ki, sən də görəsən ki, bu normaldır. Anormal olanı hər zaman xoşbəxt olmaqdır. Okey, sən bu pisliyin içində də xoşbəxtsən. Misal üçün, ən bəsiti, nədir xoşbəxtlik? Tutaq ki, mən anayam və mən o gərgin anımda mənim övladım gəlib qucaqlayıb deyəndə ki, hər şey yaxşı olacaq. Orada artıq mənim üçün xoşbəxtlik hormonu oynamağa başlayır və xoşbəxt olurum. Və yaxud da ki, deyək ki, yoldaşım kofe gətirirsə ki, o bilir ki, mənim keyfim yoxdur və mən kofe sevirəm, o onu gətirib versə, burada artıq mənim əhvalım düzəlir. Yəni, bir növ, bunun özü də bir balans deyilmi? Yoxsa mənmi yanlış dəyərləndirirəm və onu özümə belə bir növ təsəlli kimi görürəm əslində? Bu gözləntidir. Gözləntidir. Məsələn, bizi xoşbəxt edən şeylər bizim gözləntilərimizdir. Bax, məsələn, dopaminin işləmə bir mexanizmi var. İnsanları çox aldadır. Məsələn, psixologiyada motivasiya yoxdur. Motivasiya bugün bizi aldadır, bizə xəyanət edir. Motivasiya ən yaxşı halda 15 dəqiqəlik başlanğıcdır. Durun və eləyim. Durun və eləyim. Yəni, bugün biz bəzən duranda da yıxılırıq. Burada bir məqam var. Beynimizin dopamini bizi aldatması. Məsələn, dopamin nəticəyə baxmır. Dopamin nəticənin sənin əldə edəcəyin gözləntilərə baxır. Sanki sən artıq milyonsusan və o milyonlarını xərcləyib bütün dünyaya özünü sübut edirsən. Mən belə danışanda mənə dəli kimi baxırlar. Amma indiyənə qədər demək olar ki, hər şeyi tam da bu. Kim deyir ki, dəli olmaq pis bir şey? Ay sağ ol, mən də bunu deyirəm və işin qəribə tərəfi odur ki, məsəl üçün mənə də tez-tez yazırlar ki, bəs motivasiya qaynağınız nədir? Mənə bir şey deyin, motivasiya olun, başlayın və s. Və düzdür, bunu bəzən deyə bilmirsən tanımadığın insana, çünki yanlış anlaşılır, amma yazıram ki, mənim üçün motivasiya qədər fake bir duyğu yoxdur. Çünki nəyə görə? Bir insanın ya məqsədi var, ona doğru getmək istəyir, ya da hələ özünü tapa bilməyib. Adam bilmir neynəsin. Və mən məsəl üçün 18 yaşımdan bilirdim ki, mən 35 yaşıma qədər özümə elə həyat qurmaq istəyirəm ki, 35-dən sonra o həyat mənə işləsin. Və ona uyğun da bəlli zamanlamalar üzrə bölmüşdüm ki, bu zamana qədər bunları edəcəm, bu zamana qədər bunları edəcəm və reallığı unutmayaraq. Yəni, dream tablo qoyub, arzular lövhəsi qoyub, ora təyyarə jet qoymamışdım. Çünki mən öz reallığımı da yaxşı bilirəm. Amma resurslarımı, ay sağ ol. Yəni, biz, bax, çox qəribə bir şey var ki, biz özümüz olmaqda belə öz resurslarımıza dönüb baxmırıq ki, kimik biz? Yəni, o məsəl var, Azərbaycan dilində, mən çox sevirəm o ifadəni, qınından çıxıb qınını bəyənməmək.
Yəni bax biz özümüzə Qaçış yoxdur. hə, yəni Özündən sən qaçamazsan. busan. Yəni sən busan. Sən məsəl üçün 5 il əvvəl deyək ki, bu stəkanda çay içirdin. Sən 5 il sonra bu stəkanda kofe içirsən. Amma sən yenə busan. Amma biz nə edirik? Görməzdən gəlirik. Keçmişimizi, keçmişdəki bizi ignor eləyirik. Yəni sanki yox idi elə bir insan. Ya da ki onu ört-basdır eləyirik, malalayırıq. Sanki o biz deyilmişik kimi. Niyə özümüzdən qaçırıq? Niyə oradakı bizdən qaçırıq? Axı indiki bizi biz yaratmışıq. Oradakı biz yaradıb da. Bəli, biz ümumiyyətcə keçmiş olmasa nə Həvva belə olar, nə Rövşən belə olar. Yəni mütləq ki orada səhvlər olmalıdır. Mütləq ki orada utanacağımız məqamlar olmalıdır. Mütləq ki orada biabırçılıq olmalıdır. İnsan budur. Mən hər zaman münasibətlərdə deyirəm ki, məhsul budur. Olan budur. Olan budur. Yəni bunun üzərində ən yaxşını yox, daha yaxşı bir şeylər edə bilər. Yəni yaxşı da bir şey yoxdur ümumiyyətlə. Hər zaman daha yaxşısı var. Daha yaxşısı var. Daha pisi var, daha yaxşısı var. Amma ən yaxşı və ən pis anlayışını biz müəyyən edə bilmərik. Yəni belə bir tərəzimiz yoxdur. Amma ki bu günlərim əgər insanlar keçmişini gizlədib sanki bugünmüş kimi hər zaman olubmuş kimi göstərirsə, bu deməkdir ki, bu adam bir şeylərdən qaçır. Ən çox da qaçdığı bir şey onun o genetikasıdır. Məsələn, genetik psixologiya çox mübahisəli bir mövzudur. Təsəvvür elə ki, bütün deyək ki, fiziki və bioloji narahatlıqlar, pozuntular, xəstəliklər genetik keçdiyi kimi psixoloji xəstəlik, narahatlıq və pozuntular da genetik keçir. Mənə görə xarakterlər belə genetik keçir. Elə həmin şeydir. Bizim məsələn bəzən xarakter qoyduğumuz bir şey pozuntudur. Nə vaxt ona pozuntu deyirik? Sənin şəxsi həyatını, sosial həyatını və əmək fəaliyyətini əlindən alırsa bir xarakter, bu demək ki, orada şəxsiyyət pozuntusu var. Məsələn, şəxsiyyət tiplərində şəxsiyyət pozuntusu keçid var. Bizim əgər psixoloji kimliyimiz bizim özümüzdən üstündürsə və bu dediyim 3 faktoru azaldırsa, oradakı müsbəti mənfiyə çevirirsə, bu deməkdir ki, səndə pozuntu başlayır. Məsələn, ilkin müşahidədə nədir pozuntu? Gigiyenik davranışlar riayət edilməməsi. Məsələn, biz həmişə bunları soruşuruq ki, necədir məsələn adi gigiyenik vərdişləri? Ondan sonra məsələn dəyişmək. Məsələn, insanlar da bir dəyişməkdən qorxur, iki nədən dəyişdiyini etiraf etmir. Bax, belə bir məsələ var da. Deyirik ki, dəyişməkdən qorxur, düzdür. Mən illər ərzində dəyişimim zamanı nəyi müşahidə eləmişəm? Məndən asılı olmadan, yəni bu kontrol kənarı bir şey olub, məndən asılı olmadan ətrafım, indi mən blogerəm deyə bir çox paylaşımlarımı görürlər, fikirlərimi oxuyurlar və s. Ətrafım özü məndən uzaqlaşmağa başlayıb. Bəziləri daha yaxın olmağa başlayıb ki, mən səni belə tanımırdım. Bəziləri, sən çox dəyişmisən etiketi ilə uzaqlaşmağa başlayıblar. Halbuki mən yenə mənəm. Amma nələr dəyişir? Misal üçün, kökdəki dəyərlər dəyişir. Fərqindəlik dəyişir. Məsələn, ən bəsit və ya təkmilləşir. Təkmilləşir, eynən. Yəni mənə görə misal üçün bir insanın başqa bir insanın dəyişiminə qıcıqlanması özünün dəyişə bilmədiyi şeylərlə əlaqəlidir. Yəni bir növ bu bilsən nəyə bənzəyir? Sanki sən inkişaf edirsən, dəyişirsən və bu məni tətikləyir ki, o dəyişir. Mən niyə dəyişə bilmirəm? Nəyi səhv edirəm? Bax, bunu nə zaman başa düşməliyik? Yəni misal üçün mən artıq həyatımda o həddə gəlmişəm, o level'a gəlib çatmışam ki, məni bir şey tətikləyirsə, başlayıram yazmağa. Nədir məni tətikləyən? Niyə burada tətikləndim? Və kökünü tapıram. Deyək ki, nümunə verəcəm də, mən çox əziyyət çəkirəm, amma kimsə əziyyət çəkmədən buna gəlir və s. Və mən onun kökünə enəndə, bu məni rahatlaşdırır və mən bir də o insana qarşı tətiklənmirəm. Amma normalda mən buna necə gəlib çatmışam? Onlarla psixoloji seanslarla, yüzlərlə kitab oxuyaraq. Məsəl üçün, bunu indi bizi izləyən izləyici necə və hardan başlamalıdır? Deyək ki, bu insanın ümumiyyətlə psixoloji dəstək almağa belə imkanı yoxdur. Bax, Həvva, sən ifadə etdin ki,
Mən dəyişirəm, insanlar artıq məni bəzən qəbul etmir bu dəyişikliyə görə. Çünki insanlar vərdiş etdiklərini dəyişilməz istəmirlər. Onlar vərdişlərini artıq asılılığa çevirirlər ki, mən səni belə görmüşəm, belə də davam elə, mənim komfort zonamı pozma. Okey. Onun Bu da bilməm. komfort zonasıdır. Bəli, sən onun komfort zonasıdır, sənin deyil. Bax, bizdə deyirlər dəyişmək olmur. İnsan niyə dəyişsin ki? Belə gəlib, belə də gələcək. Deyirəm, bircə dəqiqə. Hətta bir ifadə də var, 7-sində nədirsə, 70-də də odur. Bir insan 3 halda dəyişir. Birincisi, bunu təkrarən ifadə edirəm hər zaman müsahibələrimdə, travma alanda dəyişir. İstər fiziki, istər mənəvi travma. Məsələn, biz hər hansı bir qəza keçirə bilərik, kəllə beyin travması alırıq və tamamilə dəyişəcəyik. Və yaxud da doğmamızı itirə bilərik, biz dəyişəcəyik. İkinci, aşıq olanda dəyişir insan. İstər fiziki, istər mənəvi. Məsələn, fiziki aşıqla kimisə sevmək, valideyninlə artıq öz sevgi körpüyü qurmaq, övladının olması, başqasına görə yaşamağı öyrənmək. Bu sən dəyişir, həyat tərzini dəyişir, bu düşüncələrini dəyişir. İkinci, mənəvi aşıq olmaqdır. Məsələn, inancların formalaşır, ideolojik baxışın formalaşır. Görürsünüz, məsələn, tutaq ki, hər hansı bir teokratik şəxs geyiminə kimi dəyişir. Fikirlərini artıq hansısa inandığı bir kitaba görə ifadə edir. Məsələn, biz də deyək ki, psixologiya kitablarına inanıb danışırıq. Məsələn, bəlkə mənim üçün də Freudin yazdığı əsasdır. Üçüncü isə psixoterapiya alandadır. Yəni, mən psixoterapiya bir düşüncə cərrahiyyəsi kimi baxıram. Orada bir əməliyyat olmalıdır. Bu adamın beynində bir avtomatik düşüncə yaranır. Onu mütləq ki, reallığını sorğulayıb, yerinə alternativ, müsbət düşüncələr qoymalıyam. Və burada nə gedəcəm? Məsələn, mən kognitiv davranış terapistiyəm. Çürütmə texnikasından istifadə edəcəm, üzləşmə texnikasından istifadə edəcəm, məruz qoyma texnikası və s. Yəni, biz anlamalıyıq ki, şəxs əgər dəyişmək istəyirsə, biz onu dəyişəcəyik. Bunu sənin bir podkastın da dəyişə bilər. Həvanın bir cəsarəti bir insanı maddi və mənəvi qorxulardan azad edə bilər ki... Mən bu baxımdan daha çox insanlara kredit götürməyə təşəbbüs edən biri kimi tanınırım. Və mən yolun yolçusuyam. İlk dəfə böyük bir məbləğdə kredit götürəndə etiraf edim ki, sənin videona baxandan sonra bu cəsarəti tapdım ki, burada qeyri-adi heç nə yoxdur. Çünki biz əgər pulu yığa bilmiriksə, və bunun üçün dövlət və yaxud da özəl bir müəssisə mənə bir strateji yol verirsə və mənim ona alternativim yoxdursa, deməli, bundan istifadə eləmək lazımdır. Yəni, bu rasional düşüncədir. Amma əgər dəyişmək istəməyən insandırsa, məsələn, bunu psixoterapiyaya gətirmisənsə, biz həmişə baxırıq, könüllüdürmü, icbaridirmi? İcbaridirsə, mütləq ki, biz onda niyyət mərhələsi qurmalıyıq. Mən niyyətə anestezi kimi baxıram. Əməliyyata hazırlayırıq bunu. O anestezini qəbul etməsə, mən onu yara bilməyəcəm. Və o mütləq ki, o niyyət mərhələsi qurulmalıdır. Xüsusən də məsələn, asılılıqdan əziyyət çəkən insanlar. Belə bir təcrübə varmı ki, şəxs 20 ildə o şəxsdə niyyət qurulmayıb, bəli var. Çünki biz əməliyyat olmaq istəməyən... Yəni, dəyişimə dirənc göstərən və qatı dirənc göstərən insanlar var. Ümumiyyətlə, dəyişimi dərk etməyən insanlar var. Kognitiv olaraq geridir. Məsələn, deyək ki, IQ hansısa formada formalaşıb, amma kognitiv geridir. Burada da artıq bir əqli gerilik var. Çünki dərk etməsi yoxdur, idrak yoxdur. Məsələn, deyək ki, bugünlərim bunu etiraf eləməliyim bizim cəmiyyətdə. Məsələn, baxırsan ki, çox yüksək bal yığıb, ali məktəblərə qəbul olunur, növbədə dura bilmirlər. Yəni, bu özü bir yüngül əqli gerilikdir. Çünki əqli geri deyəndə biz elə bilirik ki, riyaziyyatı yaxşı bilirsə, bunun IQ-su yüksəkdir. Riyaziyyat IQ göstərici deyil. Dərk etmədən söhbət gedir. Və yüngül əqli gerilər düz baxır hər şeyə. Ona görə onların beyni bəzən elmi məsələlərdə çox yaxşı işləyə bilir. Amma dərk etmə yoxdur. Bilir. Məsələn, deyək ki, autik beyinlər bilir. Amma niyə bildiyini bilmir. Bu bizim təhsillə bağlı ola bilərmi? Yəni, bizdə, misal üçün, mən bir layihə yarandı
illər sonra belə işlər. Bəli. Mən tarixi 26 ya 27 yaşımdan sonra sevməyə başladım. Amma mən uşaqlığımda tarixə nifrət edirdim. Niyə? Çünki bizim müəllim bizə tarixi çox quru keçirdi, əzbərlədirdi. Yəni tarix mənim üçün sadəcə xronoloji bir əzbərçilikdən irəli gəlirdi. Və riyazi təfəkkürdə olan insanlar, məsəl üçün mən riyazi analitik beyinli insanım. Yəni mən oturub saatlarla əsər oxuya bilmərəm. Buna səbrim belə çatmaz. Amma məcburən təbii ki, verdiyimdə o top 20 əsərləri oxumuşam. Amma başqa bir məsələ var. Misal üçün, mən ona qədər tarixi çox maraqsız, lazımsız bir fən olaraq bilirdim. İllər sonra belə işlər adlı bir layihə gəlir. Tarixi mənə elə sevdirir ki, yəni mən artıq səyahət elədiyim ölkələrin tarixlərini danışmağa başlayıram bloqumda. Yəni bu mənim üçün dəyişimin çox ciddi bir səviyyəsidir. Yəni nə mənada ki, bu mənə nəyi sübut elədi illər sonra? Sən əslində tarixi sevirsən. Sən sənə tətbiq olunan metodu sevmirdin və ona aqressiya göstərirdin. Yəni bu da bir növ bizim hal-hazırda uşaqlarda yaratdığımız əslində bu vərdişlərdə. Məsəl üçün mən bu yaxınlarda nəyin şahidi oldum səfərdə olarkən? Mənim böyük oğlum dərslərinə çox da marağı olmayan uşaqdır. Amma onun dünya görüşü deyə bir reallıq var. Və mən bunu Özbəkistanda çox real gördüm. Bələdçi ilə gəzirik və bələdçi sual verdi. Və biz hamımız düşünərkən Emil onu belə tak yerlərinə otuzdurdu və cavab verdi. Və bələdçi bunu soruşdu. Bu uşaq harda oxuyur? Və mən o zaman gördüm ki, hər şey sadəcə fənlərdən ibarət deyil. Yəni bu uşaq buna lazım olan və mövzu da Hitlerlə bağlı idi. Və mən misal üçün tarixi sevməyən biri olaraq mən ondan sonra öyrəndim ki, Akazvitsa tarixdə faktlardan olan biri də budur ki, Hitleri Stalin öldürüb. Ya mən bunu belə ondan öyrəndim. Bildin necə? Okey, bu sübuta yetməyib, sübuta yetib, bu ayrı mövzudur. Amma kimisə belə bir fərziyyəsi var. Kimisə belə bir fərziyyəsi var və mənim 10 yaşındakı oğlum bunu bilir. Amma mən tipik o Sovetdən sonraki məktəblərdə böyüyən uşaq kimi mən düşünürdüm ki, mənim uşağım tarix fənnini sevməyəcək. Burada bir məqam var. Bax, məsələn, tarix fənni haqqında yaranmış avtomatik düşüncələri belə işlər layihəsi reallığını sorğuluyur, sənə alternativ bir düşüncə verib, sənin ümumiyyətlə fənnə, hadisələrə münasibətin dəyişir. Bax, psixoterapevtik yanaşma da budur ki, biz baxış bucağımızı dəyişəndə o problemə münasibətimiz dəyişir. Məsələn, deyək ki, bir şeyləri biz, məsələn, deyək ki, məsələn, başa düşməyin nə olduğunu bilirik. Elə deyilmi? Biz başa düşməyin içinə, nə bilim, texniki, mexaniki anlayışlar da yükləsək, başa düşmə anlayışı bizim üçün nə olacaq? Bir fəlakət. Yəni, və beyin bundan qaçacaq. Beyin bundan qaçacaq. Çünki beyin insan orqanizmin ən kefqom, bildiyin alkoqolik, yaxşı tütün istifadə edən, aslı, ondan sonra avarası, İnsan orqanizmi ən avara orqanı beyindir. Ən lazımsız şeyi dərhal götürür. Lazım olandan o qədər qaçır. Bəli. Bizim həmişə ifadə etdiyimiz şey ki, gedir harada pis şey var onu götürür. Beyin odur. Çünki bax, məsələn, bugünə qədər kimsə deyə bilməz ki, mən kitab oxumağı sevirəm. Biz kitabı, bizim həyatımız məcburiyyətdir. Baxın, məsələn, deyirsən, mən bir oturub bədii əsəri, nə bilim, oturub saatlarla oxuya bilmərəm. Amma sənin deyək ki, bir sahən var, marketinq sahəsi. Marketinq sahəsində oxuyarsan. Bu bizdə də belədir. Bizdə, məsələn, mən də deyək ki, bir loqaritma veriblər. Nədir cavab, nə axırda 1 çıxacaq ya da 0 çıxacaq. Mən deyirəm ki, mən maraqlı deyil. Amma adam var ki, buna dünya məsələləri həll olunur. Amma məsələn, mən deyirəm ki, mən görüm, deyək ki, Dostoyevskinin İdiot əsərinin çıxaracağım nəticə nə olacaq? Orada başlayacağım personalarla özüm dalaşmağa. Bu peşəmdir, yəni. Məsələn, tutaq ki, bir marketolog gəlib mənə desə ki, mən Freudin yuxu yozmalarını oxumağa başlamışam. Deyərəm, neyinirsən, heç onu mən oxumamışam. O, mənim sadəcə bir stolüstü kitabımdır ki, kimsə yuxu ilə bağlı davamlı
mənə şikayətlər etsə və yaxud da yuxusuna, həyatına təsir etdiyini görsəm, açıb bir Freudun da, Jung'un da bir yuxu yazmalarına baxarlarım ki, görüm orada bir oxşar məqam varsa interpretasiya edə bilim. Yəni bir sorğulaya bilim, onu bir Freud kimi də sorğulayım. Yoxsa başqa bir mənim həyatımda rolu yoxdur onun. Yəni olduğu kimi baxmaq. Bizim insanlar emosionallıqda rasionallığa keçə bilmirlər. Hər şeyin öz adı var. Emosional zəkamız geridir. Emosional zəka ilə emosionallığımız biraz fərqli bir şeydir. Emosional zəkamız geridir. Ona görə ki, məsələn, biz empatiya qura bilmirik. Biz anlamırıq ki, tək yaşamırıq. Biz bölüşə bilmirik. Çünki insanın ilk və müqəddəs peşəsi yaşamaq olub axı. Amma çox maraqlıdır ki, bax deyirsən ki, biz yaşaya bilmirik. Biz anlamırıq ki, biz tək yaşamırıq. Amma işin sonunda biz zaten tək yaşamırıq. Yəni biz çox uşaqlı ailələrdə böyüyən bir cəmiyyətdə yaşayırıq. Amma fikir verdinmi? Biz o ailələrdən qaçdıq hamımız. Hamımız qaçdıq. Hamımız qaçdıq. Nədə səhv var idi? Sistemdə nə idi səhv olan? Sistemdə biganəlik çox rahat idi. Yəni məsələn o vaxtı deyək ki, övladımızın ölməyini təsəvvürümüzə gətirə bilmirik. Gör nə dərəcədə beynin bir dənə burada gücünə bax, gör o məsuliyyətdən necə qaçır. Hətta insanın, mən həmişə deyirəm, beynin ən böyük gücü ölümün sənə bu qədər yaxın olduğu halda o düşüncəni səndən qovmasıdır. Amma yeyib içməyə bu dəqiqə səni tərik etsin, işi gücü at, yer get yeyib içməyə. Əslində çox razıyam, çünki misal üçün soraqlayanda ki, köhnə nəsillərdən niyə bu qədər çox uşaq, çox rahatlıqla deyirdilər ki, çünki doğulub ölən uşaqlara qarşılıq. Məsələn, 2 övladı olsun, heç olmasa birini itirəndə o birisi və bunu son dərəcə normal qəbul eləməkləri. Məsəl üçün, mən bir ara onu çox sorğuluyurdum ki, insan öz psixoloji durumunda hansı vəziyyətdə olmalıdır ki, o bir insanı dünyaya gətirməyə digəri ölər, bu məndə qalsın kimi baxmalıdır. Yəni bunun müharibə ilə bir əlaqəsi varmı? Yəni artıq müharibənin içində o qədər yaşayır ki, artıq onun üçün bir vərdişə dönüşür. Öyrənir. Biz axı dedik ki, insan öyrənən canlıdır. İnsan hər şey öyrənir. Nə görürsən, onu da götürürsən də. Burada bir məqam var. Emosiyasını davamlı parçalamaq. Məsələn, biz deyək ki, 2 nəfərə verdiyimiz sevgini o 11 nəfərə verir. Verirmi? Verirmi? Bəli. Sənin 2 nəfərə verdiyin isə o 11 nəfərə çatmır. Mən bəzən 2 övladıma belə düşünürəm ki, yetə bilmirəm. Və bu yaxınlarda qaynanam böyük oğlumla belə bir söhbət eləyir. Oğlum deyir ki, bəs mama bizə zaman ayırmır, bu aralar çox işləyir, belə elə. Və qaynanam ona qayıdıb deyir ki, sən xəbərin var, mənim mamam məndən heç vaxt oynamayıb. Sənin mamavın səndən bir dəfə oynadığı qədər belə oynamayıb. Və mən onda aydınlanma yaşadım. Mən onda aydınlanma yaşadım ki, mənim mamam da məndən heç vaxt oynamayıbdı. Yəni, çünki görməyib. Və bilsən nədir qəribə olanı? Axı mən də görməmişəm. Amma mən çox ötürürəm görmədiyim üçün. Bax, buradakı o davranış dəyişikliyinin kökündə nə dayanır? İnformasiya. Genetik kodlar mı? Yəni informasiya. Necə biz artıq dünyaya açıldıq. Nümunələr gördük. Filmlər, kitablar, başladıq müqayisələr etməyə. Gördük ki, elə edəndə daha yaxşıdır. Getdik daha yaxşının arxasınca. Başqa bir şey deyil. Məsələn, necə olur ki, bizi valideynlərimiz döyəndə travma almırdı. İndi uşağa səs tonunu qaldırsan, travma alır. Deyirəm, çünki informasiya indi daha çoxdur. O vaxtı, əgər bax, beyni biraz sorğulayır. Çox qəribə bir şey var. Hadisə baş verir. Problem hadisə deyil ki. Sənin hadisənin sənə verdiyi və yaxud da sənin hadisəyə qoyduğun mövqedədir. Məsələn, sənin üçün sadə görünən bir şey mənim üçün cəhənnəm ola bilər. Bax, çox maraqlıdır ki, deməli, 2 rəfiqə danışırıq. Onun üçün onun valideyni onu döyməsi çox tragediya idi. Mənim üçün isə bu adi bir hal idi, çünki bu məni incitmirdi. Yəni, mənim dəyər anlayışım o vurmaqda deyildi. Amma mənim üçün mənə nə incidirdi? Deyilən sözlər.
Mhm. Hətta bunu unutmuram ki, dəfələrlə olub bunu dilə gətirmişəm ki, xahiş edirəm məni döy. Yəni sanki canım ağrıtsa, ürəyim ağrıtmayacaqmış kimi. Yəni bu da mı genetik yaddaşdır? Bu da mı genetik xarakterdən gələn bir şeydir? Yəni baxırsan ki, o da insandır, mən də insanam. Döyməyə, bir ananın qızını döyməsinə ikimiz çox fərqli reaksiya veririk. Onun üçün bu tragediyadır, özünün alçaldılmasıdır və qəbul edilməz bir şeydir. Amma sözdə deyirəşinə qədər deyir desin. Mənim üçün isə ən əksi. Məni döysün, fizikən mən şiddəti görüm, canım incitsin, amma ürəyim incitməsin. Yəni o beynimdə qalmasın ki, mənim anam məsəl üçün mənə ya da atam fərqi yoxdur da ki, mənə bu sözləri demişdi. Yəni bunun kökünə getsək, rahatlıqla travmamı deyə bilərsən. Beyin həm də kör və kardır. Çünki o çölü görmür. Rəfiqənin döyülərək aldığı siqnalı sən sözlə alırsan. O çölü görmür. Onun üçün nə fərqi var ki, deyək ki, zövq məsələsində dopamini nə qaldırır? Sən təsəvvür et ki, bütün asıllar, mən həmişə deyirəm, bütün asıllar narkomandır. Niyə? Deyirəm, istər maddə asıllar olsun, istər alkogoliklər olsun, istər iqramanlar olsun. Azad sevirlər. Onların hamısı beyin funksionallığı eyni işləyir. Yalanları eynidir, borcları eynidir, həyata yanaşmaları eynidir hamısına. Yəni, biz anlamalıyıq ki, bax, travmalarda da elədir. Yəni, beyin bunu necə qəbul edir? Bəzən, məsələn, mənim kofe hastası pasiyentim olur, yəni qalüsinasiya görür. Düzdür, çox yaxşı case idi, əlimizdən çıxdı. Amma ki, biraz da biz peşəmizə belə soyuqqanlı baxırıq. Yəni, bir insanın hər hansı bir maddədən çıxartdığı nəticəni, yəni fikir və davranış olaraq, o onu kofedən çıxardır. Deməli, beyin görmür ki, bu kofedir, yoxsa maddədir. O dərəcədə kör və kardır. Çölü görmür. Məsələn, cinsel asıllar, seks asıllar. Yəni, belə bir case-dən tanış olmuşdum ki, deyəcəksən ki, seks asıllığında nə var ki? 200 min üstü borc var. Həmin şey iqramanda da var, həmin borclar. Kreditin olanda da. Biz vaxt asıllıq deyirik buna. Davamlılıq. Şəxsi həyatına, iş həyatına və sosial həyatına bu maneçilik törədirsə, və yaxud da uşaq, biz nə deyirik ki, uşaqda deyək ki, rəqəmsal asıllıq var. Harada müşahidə edilir onu? Akademik göstəricilər aşağı düşür, agresiya yaranır, davranış pozuntuları olur. Bu zaman deyə bilərik ki, bunun asıllığı var. Başqa bir halda sənin müşahidə etdiyin bir şeyin istinadı olmalıdır. Məsələn, bizdə bəzən psixi sağlamlıq mütəxəssisləri danışır, deyirəm, tədqiqat denən mənə. Psixoloqun şəxsi fikri yoxdur. Belə bir şey yoxdur ki, bu mənim şəxsi fikrimdir. Sən kimsən ki, sənin şəxsi fikrin yoxdur. Sənin peşən şəxsi fikir ifadə edə bilməz. Yəni, bir stomatoloq deyə bilməz ki, mən dişi, nə bilim... Mən belə düşünürəm ki, belə olmalı. 100 metr məsafədən çəkəcəm. Belə bir şey yoxdur. Yəni, deyək ki, orada bir maksimum 5 metod ola bilər də dişi çəkmək. İndi özümdən bunu spontan olaraq ifadə edirəm. Bu, psixoterapiyada da belədir. Sənin bir neçə deyək ki, metodların var ki, elmi metodların ki, sən birini istifadə etməlisən. Sən özünə görə orada bir metod kəşf edilməzsən ki, çünki orada ola bilər, sənin hər hansı bir motivasiya edici fikirlərin, hər hansı bir davranışın bir insanı xilas etsin. Bu, hər şey də ola bilər. Biz plasebodur da. Ümumiyyətlə, həyatımız plasebodur da. Elə deyilmi? Çünki beyin plasebo istəyir səndən. Amma bu demək deyil ki, sabah o insana sən yaxşılıq etmiş olmuşsan. Çünki onun relaps, yəni geri dönüş şeyi var, halı var. Orada artıq fəlakət ola bilər. Sən deyək ki, bir ağır bir psixotik vəziyyətdir, sən biraz ona motivasiya verdin, beyninə təsir edə bildin, onda sənə bir böyük bir simpatiyası var, sənin dediklərin ona təsir edəcək təbii ki. Və gedir, deyir ki, artıq sağaldım. Məsələn, bizdə birazdan həmkarlarım deyir ki, məsələn, obsessiv kompulsiv pozultunu mən 3 seansa düzəltdim.
deyirəm ki, axı OKB elə düzəlmir Çox axı. qeyri-real bir Yəni ifadədir. Yəni psixoloq sən belə deyiləm, bunu deyirsən mən ki, belə bəli, deyirəm. yəni deyirəm o çox güman ki, deyirəm isterik şəxsiyyət olubdu. Ona görə o iki seansa gedib o. Yəni məsələn şəxsiyyət tipləri var da. Yəni məsələn asıllar var, nə bilim çəkingən tiplər var, şizoidlər var, narsistlər var, nə bilim paranoid şəxsiyyətlər, obsessiv kompulsiv şəxsiyyətlər var, mükəmməlliyətçilər və s. Bunun hamısı bizim içimizdə var. Bunun biri üstün olur həmişə, kral olur şəxsiyyət tipin. O amma sənin özünü açdısa, bayaq dediyim o 3 nüansı əlindən aldısa, bu demək ki, artıq şəxsiyyət tipi şəxsiyyət pozuntusu ilə əvəzlənibdir. Məsələn, əvvəl daha çox insanlar necə bax, introvert, ekstrovert kimi olur, daha çox şəxsiyyət tipi kimi baxırlar. Yəni psixologiya artıq məcburdur belə baxmağa. Məsələn, kognitiv davranış terapiyasında məsələn biz mütləq ki, düşüncə və davranışları dəyişirik. Deyək ki, məsələn, düşüncəni dəyiş ki, emosiyan dəyişsin. Məsələn. Bax, Rövşən, çox maraqlı bir nüansa gəldin. Bu ifadəni çox sevirəm. Sən dəyiş ki, dünyan dəyişsin. Və bunu demək olar ki, hər zaman istifadə edirəm və mənim üçün həyat mottosuna çevrilib. Çünki oxuduğum bir kitabın adıdır əslində. Və oradan irəli çıxaraq mən həyatımda çox şey dəyişmişəm. Bax, orada çox maraqlı bir şey dedin ki, şəxsiyyət tipləri. Misal üçün, deyək ki, və dedin ki, sən dəyişməlisən ki, onu. Sənin motivlərin dəyişsin, baxışların dəyişsin. Misal üçün, deyək ki, mən indi təbii ki, burada ikimiz danışırıq deyə özümdən nümunə verərək onu istinad etməli olacağam. Mən özümü bildim beləli, mükəmməliyyətçi obrazam. Və bunun da fərqindəyəm ki, evin birinci uşağı olmağım, məndən sonra olan bacılarım və qardaşım olması, hər zaman məndən bir tələb olması və eyni zamanda da məni evin uşağı kimi yox da, mənim evin böyüyü kimi görülməsi və s. kimi nüanslar buna gətirib təsir edibdir. 33 yaşındayam. Səncə bir mükəmməliyyətçi adam dəyişimə hardan başlamalıdır? Bax, mən məsəl üçün nədən başlayıram? Bugün bu podkastı burada bu şəraitə çəkmək mənim üçün çox ağırdır, çox çətindir. Amma bunu qırmağa çalışıram və başa düşürəm ki, okey, mən məsəl üçün bunu professional studiyada eləyirdim indiyənə qədər. Amma gördüm ki, hələm ora gedib çatdıra bilmirəm, ya da orada zamanım çox gedir, ya da nə bilim, çəkilişi istədiyim anda götürə bilmirəm və s. nüanslar var, büdcə xərci var və s. Və mən artıq o qəlibləri qırmağa çalışıram. Amma yenə də baxıram ki, günün sonunda bu məni nə dərəcədə xoşbəxt edir. Və bir yandan da başa düşürəm ki, bu mən deyiləm danışan. Mənim mükəmməliyyətçi tərəfimdir. Düzmü eləyirəm? Çox yaxşı yüzgü qoymusan qabağa. Məsələn, mən sənə desəm ki, bu sadəcə o səni belə böyüdüblər. Səni buna məruz qoyublar ki, sənin B variantın yoxdur. Çünki B variantın olsa çox güman ki, beyin gedərdi o komfortda. Mükəmməliyyətçilik, mən həmişə deyirəm, burada ən əsas məsələ özünü böyütmə. Pasiyentə də deyirəm bunu. Məsələn, özünü böyütmə bir sayıqlamadır. Niyə biz mükəmməliyyətçi edirik? Məsələn, bir düşüncə satım sənə burada. Biz fikirləşirik ki, biz bir video çəkəcəyik. Bütün dünya oturub buna baxacaq. Və orada mənim birdən belə hər hansı bir sözü düz deməməyim və yaxud da, nə bilim, rusca ifadə işlədəcəm, nə bilim, kimlərsə məni qınayacaq ki, hal-hazırda biz düşmənimizdir, sən niyə rusca ifadə edirəm? Yaxud da ingiliscə ifadə işlədəcəm, deyəcək, bu da özünü cool göstərmək istəyir. Əgər bunu düşünsək, biz ortaya heç nə qoya bilmərik. Və özünü böyütmə. Yəni, bir sayıqlama başlanğıcıdır. O nə deməkdir? Onu biraz... Məsələn, sən elə bilsən ki, dünya sənin ətrafında fırlanır. Bayaq dediyim ki, tək yaşayırsan. Sayıqlama başlanğıcıdır. İndi bunun psixoz vəziyyəti daha ağır olur. Məsələn, adamlar var, deyir ki, məsələn, şizotipal şəxsiyyət pozultusu. Məsələn, deyir ki, mənə, nə bilim, hardansa vəh gəlir, mən gizli güclərim var. Amma məsələn, onun şizotipal şəxsiyyət pozultusu. Şəxsiyyət tipi nədir? Şəxsiyyət tipi odur ki, nə bilim, bürclərə inanır, ondan sonra hamımız maraqlanırıq. Amma bürcə görə
durub kimləsə münasibətini tənzimləmirsən də, elə Təbii deyilmi? ki. Sadəcə baxıram ki, bu bu adam normaldır. Mən bir şey deyirəm, bir informasiya, bir şey ziyana desə, və yaxud da məsələn gedir falçı yanına. Okey, get də, yəni nə var ki, amma sən falçı yanına gedib hər hansısa bir problemi həll edəcəyi, xəstəliyi sağaldacağı düşünürsənsə artıq biz pozuntuya keçəcəyik. Başa düşdüm. İzah edə bilirəm. Yəni burada məqam budur. Kəsib bəzi rəfiqələrimə göndərəcəm. Yəni yoxsa kimsə gedib falçıya da maraqlıdır da. Yəni deyirik biz indi deyirik ki, o direkt fala inanma faldan da qalır. Get ona da getmə. Buna nə edeyim bəs mən? Yaxşı. Mən bütün günü gedib hər hansısa bir partidə əylənməyi də istəmirəm. Mən deyək ki, nə bilim, hər gün kafelərdə oturmaq da istəmirəm. Mən bəzən insanların uydurduğu şeylərə də maraq göstərmək. Amma bunu müalicə üsulu kimi görmək və yaxud da sən qoç bürcüsən, 2026-cı ildə milyonçu olacaqsan desən, bu deməkdir ki, sən dopaminini şeydə tutmusan, nəticənin verəcək gözləntilərləndir. Və yaxud da gözləntilərin verəcək nəticələrlə o xəyal dünyasına gedirsən. Və ona görə dopamin səni mütləq aldadacaq orada. Çünki bax, asıllar da necədir? Deyək ki, məsələn, bu günlərin adi tütün istifadəsini tərk edirsən, ondan xilas olsan, beyinə gündə bəlkə onlarla avtomatik düşüncə gəlir. İndi təsəvvür elə ki, beyində serotonin balansı, endorfin, nə bilim, digərləri pozulanda gör o beyinə nələr orada dövr edir, belə baxıram ki, biz əslində heç kimi. Yəni biz insan olaraq bir növ hormonlarımızdan azlıyıq. Burada bir terapevtik sual var. Terapevtik sual var. Fərqində olan mənəm, yoxsa hormonlarımdır. Mən bir şey deyirəm ki, asıllara dediyim bizə dənə söz var. Deyirəm, icazə vermək ki, beynin ağlı valdatsın. Bax, deyirəm, o beynin ağlı valdadacaq. Hansı ki, işlərimizdə də bu olub, sən də rastlaşmısan. Sadəcə olaraq, başa düşürəm, bu peşənin adamı deyilsən. Məsələn, bir iş görmək istəsən, məsələn, və yaxud da kimləsə mübahisə edirsən. Beynimə avtomatik düşüncələr gəlir. Tap sözünü deyirsən üzünə. Sonra gəlib otursan ki, peşman olursan. Orada beyin necə ağlı valdadır ki, o beyin yoxsa emosiyadır? Beyin. Emosiya sonradan yaranmış şeylərdir. Oturub suyun içində. Bütün, məsələn, qida pozuntusu olan şəxslər. Beyin deyir ki, mən oturum burada. Sən orada ye, qoy mədə ilə böyrə işləsin orada səhər axşam. Beyinlə əlaqə kəsilir mədə. Beyin deyir ki, mənə dəymə. Ac olanda necə ye? Məsələn, cumruq yeməyə yeyirsən, görsən ki, mən başda köpüğün yaranıb, çox narahatsan, həddən artıq. Amma hansı ki, orada 15 dəqiqə səbirli olsa, beyinə bir doyma siqnalını çatır, artıq sənin o qədər yeməyə ehtiyac yoxdur. Məsələn, biz qida pozuntusu olan insanlarda psixoedukasiyada bunu izah edirik. Bu izahla işə yarayır mı? Təbii ki. Məsələn, onun fərqində qarşı, mənim bir orqanım var ki, mənim başımı oynaşır. Orada cərrahi müdaxilə eləmək olmur. Elmə ən az faizlə məlum olan orqandır. 6 saniyə havada saxlayırsan, çürüməyə başlayır. Nə əməliyyat eləmək olur, nə müdaxilə eləmək olur. İndi neurocərrahlar, təbii ki, onların bir texnikaları var. Amma ki, elə əməliyyatlar var ki, onlar da hələ o yerə gəlib çatmayıb elm. Ona görə biz artıq anlayırıq ki, əgər bu günlərim sənin ağrıvı mən səni aldadaraq, başqa bir dərman verərək, içirdib o ağrını kəsirəmsə, deməli beyin aldatmaq olar. Deməli beyin kör və kardır. Bununla bağlı çox maraqlı bir şey xatırladım. Deməli, mən panik atağı olan biriyəm. Amma bu sırf məndə yaranır təyyarə uçuşlar zamanı. Aerofobiya. Aerofobiya deyil. Məhz təyyarə ilə bağlıdır. Çünki nəyə görə? Mən hava şarında neçə min metrə qalxaram və bu məni narahat edəməz. Və hava şarı qədər bedimdə qoruması yoxdur. Hansı ki, təyyarə dünyanın ən təhlükəsiz nəqliyyat növüdür, bilirsən. Yəni bedimdə ən bəsiti götürsək, misal üçün keçən il təyyarə qəzasında belə o təyyarədən neçə yüz insan sağ çıxa bildi. Amma misal üçün hava şarında o ehtimal sıfırın altındadır. Çünki balon partladısa, vəsə
qoruman yoxdur. Hamısı aşağı düşür birbaşa. Yəni havanı təzyiqi tənzimləyən nəsə yoxdur. Nə bilim qanadın idarə etməsi yoxdur. Falan şeylər yoxdur. Və mən nədir baxıram ki, məsəl üçün mənə təyyarədə panik atak gəlmək istəyir. Və keçən il mənə tövsiyə ilə, psixoterapevt tövsiyəsi ilə bir dərman verdi ki, təyyarəyə minməzdən 2 saat öncə bunu iç. 2 saat ərzində tərsini göstərməyə başlayır. Və mən onu qəbul etdikdən sonra təyyarədə baxıram ki, əslində hal-hazırda mənim ürəyim artıq döyüntüsündən mənim boğazım boğulmalıdır. Yəni burada olmalıdır ürəyimin döyüntüsü. Amma baxıram ki, ürəyim döyünmür. Nə mənada döyünür? Yəni boğazımda deyil, döyünür təbii ki. Ürəyim boğazımda deyil. Və baxıram ki, və son dərəcə dərk etmiş formada belə edirəm. Mən hal-hazırda qorxmalıyam. Amma qorxmuram. Bildiyin artıq özümlə danış. Və məni elə bil ki, sanki panik atak halından mı qoruyur? Ya orada nə baş verir bilmirəm. Amma fərqindəyəm ki, yenə qorxuram. Amma təşvişə düşmürəm. Belə qəribə bir şey var. Asılılıqdan qorxduğuma görə onu təbii ki, ancaq uçuşdan uçuşa istifadə edirəm. Onun heç bir asıllığı yox. Elə ora gətirmək istəyirəm sualımı ki, bax, bir çox psixoterapevt görüşlərində psixoterapevtlərin dərhal ən azından 2-ci ya 3-cü seansda artıq bir dərman tövsiyəsinə keçirlər. Bununla bağlı biz bir podkast çəkmişdik ki, psixoterapiyada dərmanlar və onların asılılıqları ilə bağlı. Amma bir başqa sualım daha, yəni mövzum məhz o asılılıqlarla bağlı deyil. Sualım bilsən nə ilə bağlıdır? Biz əgər deyiriksə ki, bugün hər şey insanın özündən və beynindən asılıdır, beynini idarə etməsindən asılıdır. Biz niyə o dərmanlarla beyni susturmağa çalışırıq? Bu əksinə o beyni daha da gerilətmirmi? Yəni bir növ sanki belə deyək də botoks effekti vermirikmi beynə? Onsuz da yaşadığımız hər şey botoks effektidir. Bax, var psixiatr, psixoterapevt, var klinik psixoloq, psixoterapevt. Psixiatr, psixoterapevtlər təbii ki, medikamentoz müdaxilə edirlər. Və mən ümumiyyətlə elə xəstəliklər var ki, narahatçılıqlar var ki, mütləq orada psixiatrla birgə işləyirəm. Çünki insan daha tez nəticə istəyir. Yəni deyək ki, məsələn, panik atak müalicəsində şəxs 25 seansa düzələcəksə, medikamentoz müdaxilə və psixoterapiya birlikdə bunu 14 seansa düzəldir. Yəni həm şəxsi zaman udmuş olur. Bizim də insanlarımız necə ki, öləndə həkimə gedir. Psixoz vəziyyətində də gəlir psixi sağlamlıq mütəxəssisinin yanına. Ona görə dərmanın bəzən çox ciddi müsbət təsiri olur. Çünki məsələn deyək ki, hər hansısa bir fikir və ya cümlə beynə o təsir edə bilmir, xüsusən də asıllarda. Bu zaman medikamentoz müdaxilə bizim köməyimizə çatır və yaxud da onun bədənin təmizlənməsində detoks prosesi, psixoloji detoks deyək ki, prosesində də məsələn 12-14 gün bu proses çəkir. Ondan sonra da bizə ehtiyac var ki, deyək ki, o istifadə etmədiyi halda keçirdiyi təşvişi deyəsə bir dənə aradan qaldır, mən onu psixoterapiyaya tabi edə bilim və ya narahat gələn şəxsin əgər yuxu və qidalanma problemi varsa, o hansı fikrin aliliyinə inana bilər. Ac olan birisinə və yaxud da çox ciddi tox olan birisinə. Sənin o deyir, toxların, sənin fikirlərin, toxların heç maraqlıdır deyil. Bütün hallarda, hətta gözün belə az və tox olanda. Məsələn, gözün toxdursa, sən artıq həyatda bu deməkdir ki, yolumu tutmusan. Gözün acdırsa, bu deməkdir ki, hər iki halda sənə ehtiyac yoxdur. Sən onu tabi edə bilməyəcəksən. Ac gözləri də, gözü toxların da bizə ehtiyacı yoxdur. Acgöz əgər artıq həyatı özünə və ya başqalarına maneədirsə gələcək. Bax, burada bir dənə də məqam var ki, özünə və ya başqasına ziyan vurursa. Məsələn, deyək ki, maddə asılılığı elə qərb ölkələri var ki, orada qanunla icazə var. Məsələn, deyək ki, Hollandiyada bir insan, Amsterdamda yaşayır, kafe shopları var, narkotik istifadə edir. Və
biz hansı halda onu psixoterapevt yanına gətirə bilərik? Ha, o halda ki o zərər. Özünə və ya başqasına zərər vurursa. Məsələn, Amerikada çayxorlar psixoterapevt yanına gedir. Ya şərt deyil ki, mən mütləq təşviş keçirməliyəm. Təşviş keçirməliyəm. Əgər mən orqanizmə bir ziyan vururamsa, və yaxud da gündəlik çox kofe içirəmsə, onlar mütləq psixoterapevt alırlar. Və yaxud da məsələn, deyək ki, sən dünənə kimi ət yeyən idin, bugün artıq vegetariansan. Bunun üçün bir vərdiş dəyişməlidir. Yəni bizim əsas burada məqsədimiz həyatımızda vərdişləri dəyişməkdir. Məsələn, sən vərdiş etdiyin şeyi dəyişməkdən qorxursan. Çünki komfortdan çıxacaqsan. Belə gəlib, belə gedəcək. Gör nə gözəl, rahat cümlədir. Yəni özünü yormursan, sənin yerində düşünürlər. Məsələn, SSR sistemi. Dövlət səni oxudur, ondan sonra səni işdən təmin edir. Ev növbəsinə durursan, evi verir, orada hamı ailə quracaq. İndi hamı deyir ki, niyə gənclər ailə qurmaq istəmir? Yəni burada təbii ki, iqtisadi faktorlar da olacaq. Təkcə iqtisadi faktordan söhbət getmir, amma iqtisadi faktorlar da olacaq. Onlar artıq tətikləyici faktor bəzən sıralamada birinci yerdə duracaqdır. Yəni biz anlamalıyıq ki, biz cəmiyyət olaraq dəyişməyimiz vərdişlərimizdən imtina etməkdir. Yəni sən nəyi hər gün edirsənsə, sən osan. Osan. Yəni, bu qədər sadədir. Bu yaxınlarda bir cümlə oxumuşdum və çox qəribə və çox fərqində bir cümlə idi əslində. Deyir ki, boşanmaların sayı ona görə bu qədər çox artıb ki, kişilər öz ataları kimi olmaq istəyir. Amma qadınlar öz anaları kimi olmaq istəmir daha. Burada öz dəyərdən götürsək, bugün bir çox psixoloqlar çox rahat şəkildə sosial mediada çıxış edərək, bunun əksərən də kişi psixoloqlar eləyir, təəssüflər olsun ki, rahatlıqla dilə gətirirlər ki, qadınlar boşanmaq istədiyi zaman ən asan yola qaçırlar və bunu öz dəyər adlandırırlar, özünə sevgi adlandırırlar. Bəs bunun əksi də özünü əzmək deyilmi? Bəs digər məsələyə gəlsək, bu qadınların əksəriyyətinin 25 yaşa qədər evləndiyini nəzərə alsaq, özünü dərkdə əslində biz cəmiyyət olaraq qadınlara yanlış mesajlar verdiyimizi qəbul etmə zamanı deyilmi? Bax, biz deyirik ki, evlənmək gözəldir. Bəli, bu çox gözəl bir şeydir. Biz həm də deyirik ki, evlən. Bax, biz demirik gözəl ailə həyatı qur. Ən bəsit bir şey. Çünki ailənin davamlılığı xoşbəxtliklə daha önəmlidir. Eynən. Və subay bir qızı toyda rahatlıqla tanımadıkları bir oğlanla görüşdürmək istəyirlər. Çünki fərqi yoxdur kimdir. Əsas odur, əks cinsin nümayəndəsidir və əsas odur ki, bu evlənəcək statusuna girəcək. Hətta mən bir ara bir araşdırma eləyirdim ki, bugün qeyri-rəsmi evlənənlərin sayı rəsmi evlilərdən daha çoxdur və burada əsas məsələ bilsən nədir? Hamının gözü önündə sənin gəlinlik libası geyinmiş olman. Yenə öz həyat hekayəmdən bir nümunə verəsi olsam, rəsmi nigahım gəlinlik toyumdan 3 ay daha tez olmuşdu. Amma ailə üzvləri mənim yoldaşımla səyahətə getməyə qohumlarım elə reaksiya verirdi ki, yəni sən o nəslə inandıra bilmirdin ki, yəni sən bir yerdən sonra başa düşə bilmirdin ki, mən rəsmi olaraq dövlət statusunda evliyəm. İctimaiyyət bunu görməyib deyə mən evli sayılmıram. Yəni bir növ, bax yenə öz dəyərə gəlirik. Yəni burada artıq İnsanlara sənin öz dəyərin maraqlı deyil. İnsanlara sənin başqalarının gözündəki dəyərin maraqlıdır ki, bax, yox, səni gəlinlikdə görməyiblər, gedə bilmərsən. Yəni, sən əslində evlisən, amma sən evli deyilsən. Yəni, bir növ, orada da biz, bir növ bizcə, sanki gənclərin də öz dəyərini əlindən alırıq. Kim ki öz dəyərini qorumaq istəyir, ona qarşı aşırı aqresiya göstəririk. Bu aşırı aqresiyanın kökündə özünü sevməməkmi dayanır? Yəni özünün qədrini bilməməkmi dayanır? Ya da nədən tətiklənir bu yaşlı nəsil? Həvva, məsələn,
sevginin nə olduğunu bilməyən adam özünü necə sevə bilər? Bilirsən, bunlar öyrədilmiş anlayışlardır. Məsələn, bax, baxırsan ki, həmkarların belə danışır. Mən ümumiyyətcə həmkarlarıma demək istəyirəm ki, bir də xüsusən də psixi sağlamlıq mütəxəssislərinə, psixiatrlara demək istəyirəm ki, sizin işiniz psixiatriya xəstəxanasındadır. Cəmaatın evinin içində deyil. Məişətdə qalmayan, insanların həyatını bu qədər müzakirə çevirmir. Mən psixoloqam və yaxud da psixiatram, sən belə yox, belə yaşa. Bunun qərarını kim verir? Evlilik münasibətin hüquqi adıdır. Başqa bir şey deyil. Yəni oraya əlavə niyə mənə yüklüyorsunuz ki? İki nəfər bir-birini sevir, dövlət üçüncü tərəf kimi dəvət edir. Təsdiq. Təsdiqdir, başqa bir şey deyil. Yəni biz sadəcə olaraq bu günlərim insanları nəyəsə məcbur və təhrik edə bilmərik. Yəni insanların yaşayışına bu qədər müdaxilə etmək olmaz. Sən psixi sağlamlıq mütəxəssissən deyə deyəməzsən ki, sən bunu belə elə. Psixi sağlamlıq mütəxəssisi ağıl verən deyil. Yol göstərən. Yol göstərən də deyil. Düşüncə cərrahıdır. Məsələn, bir psixiatr, yol göstərən məsələn, bir psixiatr o zaman dövrəyə girir ki, pasient özünə və başqalarına zərər verir. Yəni, cinayət davranışları və fikirləri var. O zaman başlayır resept yazmağa. Amma ki, bir şəxs deyək ki, yoldaşı ilə ayrılıbsa, bunu bir depressiya halında yaşayırsa, o depressiyada suicidal düşüncələr varsa psixiatr dövrəyə girir. Yoxdursa, hələ bizdədir o. Yəni, bir xəstəliyin mərhələləri var. Bizdə psixiatra bir növ ən sonda gedilməlidir. Yəni, mən deyirəm, psixologiya müşahidə edir, klinik psixologiya dərk edir, psixiatr müdaxilə edir. Əgər biz bu günlərin bu şeyləri pozsaq və nə olacaq? Hər kəs falçı kimi görünür bir dəqiqə. Bu günlərim hamı ağlına yox, ağzına gələni danışır. Razıyam. Çox rahat əslində qalsa, məsələn, şəxsiyyətin analizi olunması. Məsələn, ailə quranda. Birinci növbədə, əgər sənin psixoloji yaşınla, bioloji yaşın arasında bir uçurum varsa, sən ailə qurma məsləhəti görmür. Yəni, sən psixoloji problemlər yaşayacaqsan və yaxud da cütlüklər arasında əgər hansısa bir psixoloji uyğunsuzluq varsa, mütləq o aradan qaldırılmalıdır. Yəni, cütlük terapiyasına korreksiya olunmalıdır. Əgər bu günləri kişi atasına bənzirsə, qadın da ən yaxın rəfiqəsi anasıdırsa, onlar uğurlu ailə modeli qura bilməzdir. Bax, bunu açırıq. Bir xanım deyək ki, 4 il bakalavr oxuyub, 11 il orta məktəb, 2 il də magistratur oxuyubsa və oradan onun heç bir rəfiqəsi yoxdursa, ancaq anasıdırsa rəfiqəsi, deməli bunun asosiallığı var, bunun hər hansısa bir, məsələn, bəzən deyirlər, bizdə namuslu qızdır deyir, heç bir sosial platformalardan istifadə eləmir, heç bir dostu yoxdur. Deyirəm, sənin o namuslu baxdığına mən kəmağıl kimi baxıram, yüngül kognitiv geriləmə kimi baxıram. Görün, belə baxır. Deyirəm, onun mütləq ki, bir psixotik vəziyyəti var. Sənin namuslu kimi baxdığına mən psixotik hal kimi baxıram. Bax, burada məsələlər var. Və yaxud da oğlanda, əgər bir oğlan özünün şəxsiyyətini formalaşdırmayıbsa, ancaq atasına bənzəyirsə, bu demək ki, tamam ortada bir portret var. Bu, hər şey bizim evdə də belə olub. Axı, bu yeni ailədir, bu həmin ailənin əgər eynisi olasaydısa, onda biz niyə ailə qururuq? Bax, əksər Azərbaycan ailələrinin dağılma səbəbinin kökündə məhz oğlanın ya da oğlanın mənim ailəmdə belə olub ya da mənim ailəm belədir. Atam belədir. Atam belə deyib deməsi və yaxud da ki, bir qaynana müdaxiləsi var. Mən elə insanlara məmədən ayrıla bilməyən balalar deyirəm. Yəni, anasından illər keçsə də ayrıla bilməyən oğlan övladları və keçən səfər belə bir maraqlı müzakirəmiz oldu ki, misal üçün, mən deyirəm ki, analar qız övladı doğulan kimi, bu tamamilə bir psixoloji bir haldır da, yəni qız övladı doğulan kimi ona zaten gedəcək biri kimi baxır.
İndiki nəsildən söhbət getmir. Bəli. Söhbət mənim uşaqlığımdan, bizi böyüdən anaların yaşlarından gedir. İndiki nəsli analiz eləməmişəm. Oğlan uşağı olduğu zaman isə, oğlan övladı olduğu zaman isə deyir ki, arxa dayağımdır. Təbii ki, bir qadın burada və bir kişi, yəni ana və ata olaraq qız övladına və oğlan övladına eyni mövqedən istəsə də yanaşa bilməz. Çünki birinə köçəri quş kimi baxır. Digərinə arxa dayağım deyir. Və burada bəzən biz deyirik ki, ərindən ala bilmədiyi sevgini oğlundan almağa çalışır. Burada əslində məsələ daha da dərindir. Mövzu sadəcə sevgi almaq deyil. Mövzu ona ölənə yaxın, ona qayğı göstərəcək fərd kimi baxmasıdır, dayə kimi baxmasıdır. Yəni burada dəyərlərin toqquşması baş verir. Yəni bir qadının böyütdüyü övladına yüklədiyi dəyərlə bu dəyərləri anlamayan bir qız uşaqlarının böyüdüyü bir bax, hal-hazırda iki fərqli dəyərlərdə böyüyən insanları biz 20-25 il sonra bir araya gətirməyə çalışırıq. Yəni dayə obrazındakı biri ilə fərdiləşmiş obrazda bir insanı bir araya gətirir. Bu necə belə də xoşbəxtliyi necə burada danışa bilərik? Yəni burada axı xoşbəxtlik baş vermir. Biri daim bir dayə obrazındadır. Onun bunun qayğısına qalmalıdır. Onun bunun arxasınca qaçmalıdır. Öz fikirləri formalaşmır. Nə dedimsə anamdır, nə dedimsə atamdır deyən insanla mən özüm öz ayağım üzərində duracağam, mən özüm öz həyatımı quracağam deyən biri necə ortaq yola gələ bilər? Yəni gün sonunda əlbəttə ki, boşanma olacaq, ortaq yola gəlinibsə də. SSR-də Tanrı olmadığı üçün bizim böyüklərimiz Tanrı olmaq istədi. Və səni ona görə böyütdü ki, qarşılığını istəyir. Tanrıdır da. Sənə öz kitabını verdi. Getdi öz universitetdə Marksizm oxudu, ateizm oxudu və ondan 5 aldı, amma evdə Qurani Kərimi gizlətdi. Və sənə bu mifi verdi ki, mənə tabi ol. Çünki ortada qorxu olmalıdır. Bütün hallarda Tanrı yaratdıqlarını öldürür. Biz də öldürəcəyik, biz də süni intellektin tanrısıyıq. Biz də süni intellekti öldürəcəyik, yəqin ki, nə vaxtsa. Mütləq ki, biz nəyisə öldürüb, nəyisə yaratmalıyıq. Bu həmişə belədir. Yəni, bu ədəbiyyatda da belədir, filmdə də belədir. Dediyi kimi, əgər bir mühitdə toqquşma varsa, mən ümumiyyətlə o mühitdə xoşbəxtlik axtarmıram. Mən ümumiyyətlə çalışıram ki, orada sağı gözləyim ya da kuruğu gözləyim. Gəlsin, keçsin. Yəni, bu alqoritmlə yaşamalıyıq. Rövşən, xülasə eləsək, insanın özünə dəyərini verdiyini hansı detallarda görə bilərik? İnsanın özünə dəyər verdiyini əmək fəaliyyətində görə bilərik. Əmək fəaliyyəti nə əlaqə? Çünki əgər insan əmək fəaliyyətində özünü realizə edə bilirsə, risklər edir, sonra o risklərdən çıxan nəticələri dəyərləndirir, özünü tənqidi var, özünü kənardan müşahidə edə bilir və özü ilə bağlı səhvləri və düzləri müəyyən edə bilirsə, söhbət bunu müəyyən edəndə də bunun bir müdafiə mexanizmi kimi istifadə eləməz. Məsələn, bütün bu xüsusən asıllarda var ki, güya ki, bu da bilir, bu ziyandır. Fərqindədir, onun sənə bir arxayınçılıq verir oradakı. Narahat olma, mən də bilirəm, bu məni öldürəcək. O bir müdafiə mexanizmi. Məsələn, biz... Bilsəydi, zaten eləməzdi. Yəni, əgər bunu dərk etsəydi, bunu eləməyəcəkdi. İnsanın özünü sevməsi, özünə dəyər verməsi, özünü dərk etməsidir. Bəzən də, biraz burada söz oynadım, özünü dərkdən sonra özünü tərk etməsidir. Yəni, biz nə olursa olsun bir şeylər tərk eləməyi öyrənməliyik. Biz o to be or not to be, yəni, olun və ya ölüm. Bu həmişə olacaq. Məsələn, biz həyatı olduğu kimi yaşamalıyıq. Və əgər biz özümüzü sevmək istəyiriksə, biz sənardan başlamalıyıq. Nə bilim, ayaqlarımızdan.
Ya bura belə çox da belə fəlsəfi fikir atmaq lazım deyil. Biz əgər görürüksə ki, biz doğmalarımızla münasibətimizdə problemlər var və bu problemlər davamlıdırsa, biz o problemləri həll eləməliyik. Biz o problemlərdə özümüzü ifadə etməyi öyrənməliyik, amma hücum etməmək şərti ilə. Əgər məsələn deyək ki, münasibətlərimizdə biz dialoqdan müzakirəyə, müzakirədən mübahisəyə, mübahisədən münaqişəyə, münaqişədən müharibəyə keçiriksə, bu deməkdir ki, biz ümumiyyətlə ünsiyyətin nə olduğunu bilmirik. Biz tək yaşamadığımızı öyrənməliyik. Başqalarına biganə qalmayın deyirik. Mən deyirəm ki, birinci də özünə biganə qalma. Daha sonra başqalarını düşünərsən. Yəni mənə burada fədakarlıq obrazı yaratmıyor. Yəni heç kiminsə fədakarlığına ehtiyac yoxdur. Valideynlər deyir, mən sənin üçün hər şey etmişəm. Səndən hər şey istəyən olubmu? Hər şey etmişsən, amma mənim bir gün 30-40 yaşında olacağımı düşünməmişsən. Necə ki, mən də sənin 60-70 yaşında olacağını düşünməmişəm. Bu düşüncəni mənə verməmişsən, mənim təcrübəm yoxdur. Şərt deyil ki, mən onu yaşayayım. Bəzən ehtiyac yoxdur. Məsələn, bayaq dediyim məsələ, deyək ki, təyyarə narahatçılığı olsun, kastrofobiyanın olması. İnsan var ki, heç vaxt təyyarəni görməyib canlı, heç təyyarəyə minməyib, adamın belə bir fobiyası var. Bu deməkdir ki, beyin informasiyanı oxuyub, bunu qorxu kimi qəbul edə bilir. Deməli, görmür. Şərt deyil ki, hadisəni sən yaşayasan. Yəni, informasiya da o hadisəni yaşayırmış kimi qəbul edirsə, deməli, biz təcrübəni də özümüz yaşamadan əldə edə bilərik. Bugünlərim, deyək ki, sizin də bu medianın yeni modelinin inkişaf etmə səbəblərindən biri odur ki, niyə insanların diqqətini çəkir? Çünki hər kəs o asan xidməti axtarır. Aynən. Ki, mən bir blogeri izləyirəm, o həyatından hekayələr danışır, mən o hekayədən bir şeylər götürüb həyatımı dəyişə bilərəm. Burada pis bir şey yoxdur. Orada problem olar ki, o bloger ümumiyyətlə o hekayələrin hamısı onun sayıqlaması olar. Burada artıq bir təsəvvür elə ki, oturmuşsan, qeyri-adekvat bir adamdır, danışır. Sən də bunun 100.000 izləyicisi olduğu üçün bunun danışdıqlarını beynin avtomatik olaraq həqiqət kimi qəbul edir. Mənim bəzi həmkarlarım kimi, özlərini psixoloq kimi təqdim edirlər. Bəli, çox təəssüflər olsun ki, bu fikirlə çox razıyam. Artıq sosial media elə bir yerə gəlib çıxıb ki, bir insanın sadəcə saçını topuz yığması kifayət etmir. O topuzu yığdığı zaman mütləq laklardan istifadə edib, başının dibinə belə yapışdırmasa, o insanı səliqəli adlandırmırlar. Artıq bu həddə gəlib çıxıb sosial media. Bu yaxınlarda belə bir video qarşıma çıxdı. Clean Girl adı altında. Güya təmiz qız bu formada olur. Başının dibinə o saç yapışmasa onu təmiz qız adlandırmırlar. Yəni sən təmiz görünmürsən tərzində. Və sosial media artıq bu dərəcədə bir toksikliyə gətirib çıxarıbdı və informasiya çıqanlığına gətirib çıxarıb, siqanlığına gətirib çıxarıb. Təəssüflər olsun ki, bunu heç də hər kəs ayırd eləyə bilmir ki, bu informasiya çirkliliyidir, yoxsa reallıqdır. Bu detallarla çox razıyam. Eynən qeyd elədiyin kimi bir çox artıq baxırsan ki, psixoloqdur, özünə psixoloq deyir, psixiatr deyir, klinik psixoloqdur, amma danışdıqlarında bir gizli aqressiya var, danışdıqlarında bir aşırı şəxsi mövqe var və sən başa düşürsən ki, bu yanlışdır, bu doğru deyil və sən bunu psixoloq olmadan başa düşürsən. Bir də qaldı ki, öz məsləkdaşları buna necə yanaşır. Ona görə də necə deyərlər, ümid edirəm ki, bu qədər məlumat çirkliliyi dövründə öz təmiz məlumatlarımızı tapıb, onları filtrımızdan keçirib və özümüzə lazım olan doğruları tapa biləcəyik. Çox sağ ol Rövşən gəldiyin üçün. Çox sağ ol Həva. Çox gözəl müzakirə oldu. Mənim üçün də. Çox yorulmayasan Həva. Təşəkkürlər. Həqiqət odur ki, biz onu hiss edirik. Və o bizim həyatımızı dəyişə bilir. O bizim həyatımızı dəyişdiyi kimi başqalarının həyatını dəyişə bilir. Razıyam.
Çox razıyam və həqiqətən də həqiqət odur ki, əslində bizim içimizdə ki biz reallığın nə olduğunu bilir. Amma üzdəki biz bunu inkar edir. Çünki onun da başqa bir doğruları var. Amma hər zaman deyirəm, biz öz iç səsimizi dinləməsək, biz olmarıq. Və hər kəsə hər zaman bunu diləyirəm ki, öz iç səsinizdən ayrılmayın. Çünki ən doğru yolu sonunda o göstərir. Öz iç səsinizdən ayrılmayın deyirəm və bununla da podkastı yekunlaşdırıram. Hələlik növbəti Ninja Mama podkastlarında görüşənə qədər.